Şair buyurur ki, qadən tuvaffən nüfusu mə amilət. Sabah nəfslər etdiyi əməllərin qarşılığını alacaqdır. Əkənlər əkdiklərini biçəcəklər. Yaxşı etsələr, yaxşı əməllər etsələr, özləri üçün yaxşılıq etmiş sayılır. Əgər pis əməl etsələr, onların etdiyi necə də pisdir. Və müsəlman bir kimsə Ramazan ayına yetişərək oruç tutarsa, gecələri namaz qılarsa, Allah Teala onu uca dərəcəyə qaldırır və cənnətdə dərəcəsini qaldırır. Necə ki, Əbu Hüreyrə radiyallahu anhudan gələn rəvayətdə deyir ki, kənə rəculəni min bəli həy min quda'a əsləmə ma'an nəbi sallallahu aleyhi və səlləm. Quda qəbiləsindən olan iki kişi Peyğəmbər sallallahu aleyhi və səlləmə birgə iman gətirirlər, yəni İslama girirlər, müsəlman olur və onlardan biri döyüşdə şəhid olur. Və o birisi isə bir il sonra dünyasını dəyişir. Talhə ibn Ubeydillah deyir ki, fəuritul cənnə fəraitul muaxxara minhumə udxilə qablə şəhid. Demənə ki, cənnət göstərildi və gördüm ki, o bir il sonra dünyasını dəyişən şəhiddən öncə cənnətə daxil edilir. Mən buna təəccübləndim. Sabahladığım zaman bunu Peyğəmbər sallallahu aleyhi və səlləmə zikr etdim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunun cavabında deyir ki, Əleysə qad samə ba'dəhu Ramazan. Məgər o ondan sonra, yəni bir il yaşayıb, o dünyasını dəyişəndən sonra Ramazan orucunu tutmamışdırmı? Və sallə sittətə ələf rəka, 6000 rəkat qılmamışdırmı? Av kədə və kədə rəka salat və yaxud da filan qədər sünnə namazı qılmamışdırmı? Yəni bu da, bu şəhid olub, bu isə bir il sonra dünyasını dəyişib və bir lərzində bu etdiyi əməllərin savabı olaraq, mükafatı olaraq şəhiddən əvvəl cənnətə girir. Və buna görə insan salih əməllərə həris olmalı, bunun üzərində davamlı olmalıdır ki, insanların ən xeyirlisi olsun.